Filmin sonu. Sonra Salmanovaya deyin ki və Fövqəladə Hallar Nazirliyinə deyin ki, artıq Konstitusiya Məhkəməsi yandırılır. Yanğınların hazır etsin. Bu geriblərlə birgə onun bayrağı da yandırılır. Çünki o bayrağı mən qaldırmışdım. Onlar dəfələrlə indirmişdilər. Mundarlamışdılar. Fövqəladə Hallar Naziri, Yanğınlar Naziri, indirin artıq bu bayraqlarla, bu yaylıqlarla bu bayraqlar yandırılacaq. Daha doğrusu Konstitusiya Məhkəməsi yandırılacaq. Mənim harada yaşamağımı Sonu Əlixanova yaxşı bilirdi. Mənim harada yaşamalı olmağımı da Fövqəladə Hallar Nazirliyi yaxşı bilirdi.